Salam, xəbərin brendi günün trendi efirdədir. Azərbaycan prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump arasında Yaxın Şərq Sülh Samitinin keçirildiyi Şarm El-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində maraqlı dialoq yaşanıb. Donald Trump orada bir daha Ermənistan və Azərbaycan arasında 32 illik münaqişəyə siyasi çərçivədə onun vasitəçiliyi ilə son qoyulduğunu və bunun vacibliyini xatırladı. You guys are still getting along, right? We fought for 32 years, and in about 1 hour we settled it, right? And they like each other now, too. It's good. That's great. Well, I want to thank everybody for being here with Italy. She's a very strong ruler. She's doing a great job. She's doing a great job. Thank you very much. So many, but we're actually going to be making a speech after this, so this is just a very important signing, but Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Time jurnalının üz qabığında yer alan fotosunu bəyənməyib. Donald Trump bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Trump jurnalının onun Qəzzada barışığa dair səylərindən bəhs edən məqaləsini bəyənsə də fotonun silinməsini istəyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla İtaliyanın baş naziri Giorgia Meloni arasında maraqlı dialoq olub. Bu, Şarm El-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Samiti çərçivəsində baş tutub. Melonini yaxşı gördüyünü deyən Ərdoğan onu siqaret vərdişinə görə zarafatla məzəmmət edərək, amma siqareti tərk etməlisən deyib. Meloni bu zarafata bilirəm cavabını verərkən kənarda dayanan Fransa prezidenti Emmanuel Macron bu qeyri-mümkün görünür deyib. Beraber geldik, intikal ettik havalimanına. Everything okay? Her şey yolunda. İyi gördüm. You look great. Oh, thank you. Ama Very kind. sigarayı bıraktırmam lazım. But I have to make you stop smoking somehow. I know. I don't want to kill somebody. Yeah. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İsmayılı rayonuna səfər edib. Bununla bağlı o özünün Instagram hesabında paylaşım edib. Colors and promises, how to be brave, how can I love when I'm afraid? Bugün milli qəhrəman Samid İmanovun doğum günüdür. O 1981-ci il 14 oktyabrda Neftçala rayonunda anadan olub. 2016-cı il aprel döyüşlərində mayor Samid İmanov qəhrəmancasına döyüşüb. Vətən oğlu aprelin 3-dən 4-nə keçən gecə Tərtər rayonunun Talış kəndi istiqamətinə gedən döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin. Təbrik edirəm. Sağ ol. Azərbaycan Respublikasına xidmət edirəm. 44 günlük vətən müharibəsi və tarixi zəfərimizi simvolizə edən muzeyin hər bölməsi, buradakı eksponatlar, xüsusi hazırlanmış instalsiyalar, unikallığı, daşıdığı anlam və verəcəyi mesajlarla ziyarətçilərin marağına səbəb olacaq. Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyan zəfər nəticəsində doğma torpaqlarımızın yenidən dirçəlməsi, viran olmuş yurd yuvalarda yenidən baş qaldıran həyat muzeydəki instalsiyalarda öz əksini tapacaq. Bütün bunları bizə yaşadan vətən müharibəsinin qəhrəman şəhidlərinin hər birinin adı Zəfər Muzeyində yaşayacaq. Hazırda şəhidlərimizin adları bir-bir muzeyə həkk olunur. Bu ilin hazırlıq planına əsasən Azərbaycan ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən əlahiddə ümumi qoşun orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Günün trendi davam edir. 051 583 24 08. Bu bizim qaynar xəttimizdir. 24 saat ərzində sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı çəkiliş edib bizə 051 583 24 08 qaynar xəttimizə göndərə bilərsiniz. Videonu çəkin, göndərin. Biz də trend edək. Sabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Suraya Heydərovanın kiçik görünən, özü üçünsə böyük bir uğuru trend olub. O, eksternat imtahanı verərək 9-cu sinif şəhadətnaməsi alıb. Bəli, 31 yaşında 9-cu sinif atestatını alıb. Dənizkənarı Milli Parkda böyüklər üçün nəzərdə tutulmuş atraksiyonlar bir neçə il öncə istismar müddətini başa vurduğu üçün ərazidən yığışdırılmışdı. Atraksiyonlara olan ictimai marağı nəzərə alan Bulvar İdarəsi atraksiyonların bərpası istiqamətində işlər aparıb. Tamamilə yeni tərtibatda yaradılmış əyləncə zonası atraksiyonların ənənəvi yerində fəaliyyətə başlamaq üzrədir. Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində avtomobildə yanğın baş verib. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus Range Rover markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Tərtər rayonunun Seydimli kəndində 17 yaşlı 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb. Döyülən şagirdin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və övladının sinif yoldaşına yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 17 yaşlı yeniyetməyə baş beynin silkələnməsi diaqnozu təyin edilib. Bakının Nərimanov rayonunda yol qəzası olub. Hadisə Təbriz küçəsində Metropark Ticarət Mərkəzinin qarşısında baş verib. Honda markalı avtomobil yolu keçən piyadanı vurub. Qadının ağır xəsarət aldığı bildirilir. Təcili tibbi yardım briqadası tərəfindən 29 yaşlı şəxsə ilkin tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə klinik tibbi mərkəzə hospitalizasiya olunub. Sədərək Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsi nəticəsində vətəndaşların əlbəyaxa davası düşüb. Belə ki, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması Ticarət Mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatdan mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib. Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərdə saxlanılan, əvvəllər məhkum olunmuş şəxsdən ölkə ərazisinə PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılan şəxsin bundan əvvəldə eyni üsulla əldə edərək gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.
Bakı şəhəri Xətai rayonu Niyapol küçəsi 7V binasının 3-cü blokunda yerləşən liftin nasaz işləməsi sakinləri çətinə salıb. Lift aşağı mərtəbədən yuxarıya qalxsa da əks istiqamətdə yuxarıdan aşağıya eniş edə bilmir. Bundan əlavə yalnız 1-ci və 9-cu mərtəbələrə çıxış edən liftin düzgün işləməməsi səbəbindən 5-ci və 6-cı mərtəbələrə çıxış da mümkün deyil. Bura 5-ci mərtəbədir, burada da basıram, lift burada gəlmiş. Bayaq göstərdiyim 6-cı mərtəbə idi, burada 5-ci mərtəbədir. Burada 1-ci mərtəbə. Lift bir dənə 1-ci mərtəbədə, bir də 9-cu mərtəbədə asılır. 5-ci, bir də 6-cı mərtəbəyə lift gəlmir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə bir nömrəli xüsusi təyinatlı, Suraxanı, Qəbələ və Saatlı rayonları yanğından mühafizə hissələrində açıq qapı günü tədbirləri keçirilib. Tədbirlərdə bir sıra uşaq bağçalarının azyaşlı və tərbiyəçilərinin və həmçinin Saatlı şəhəri 2 nömrəli tam orta məktəbinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin şagird və müəllimləri iştirak edib. Türkiyədə təhlükəsizlik əməkdaşı gənc qızı tramvayın altına düşməkdən son anda xilas edib. Hadisə Kayseri şəhərində baş verib. Qulaqlıq taxan gənc qız yolun qarşı tərəfinə keçmək istəyərkən tramvay xəttinə çıxıb. Bunun fərqinə varan təhlükəsizlik əməkdaşı dərhal müdaxilə edərək gənci tramvayın altına düşməkdən xilas edə bilib. Əsir götürülmüş Fələstinli jurnalist Şadi Əbu Sido ailəsinə qovuşub. Həmin görüntülər sosial şəbəkələrdə çox maraqla qarşılanıb. Xəbər ziyafətini izlədiniz. Yenidən görüşərik. Vədimizə sadiq olaq.